Dostoyevskinin Karamazov qardaşları romanı sadəcə hadisələrdən ibarət deyil. Bu əsər insan psixikasının ən dərin qatlarına enən böyük bir təcrübədir. Romanın əsas sualı budur. İnsanı artıq insan edən nədir? Ağıl, duyğu, yoxsa inanc? Bu sualın cavabını Dostoyevski Karamazov qardaşlarının xarakterinə bölür. Dmitri emosiyaların hökmüdür. O yaxşı da ola bilər, pis də. Amma onu hərəkətə gətirən həmişə hisslərdir. İvan məntiqli, intellektual, skeptikdir. O dünyanı yalnız ağıl prizmasından ölçür və Allahsız əxlaqın mümkünlüyünü sübut etmək istəyir. Alyosha isə tamam başqa qütbdür. Mərhəmət, sevgi və iman. Yəni üç qardaş əslində bir insan ruhunun üç halıdır. Əsər göstərir ki, bu üç hal təkcə ayrı-ayrı insanlar deyil, bizim içimizdə daim mübarizə aparan tərəflərdir. Hədəf romanın sonunda kim haqlıdır demək deyil. Suallar qəti cavab almır, çünki psixologiyada həmişə bir doğru olmur. Karamazov qardaşlarının böyüklüyü ondadır ki, Dostoyevski insanı yaxşı və pis olaraq iki yerə bölmür. O göstərir, hər kəs həm yaxşılığa, həm də şərə qadirdir. Əgər insan boşluqda qalırsa, mənəviyyatsız, sevgisiz, dəyərsiz bir cəmiyyətdə, o zaman ən sadə insan belə cinayətə sürüklənə bilər. İvanın psixoloji sarsılması bunun ən güclü nümunəsidir. O, öz ağlı ilə Tanrını inkar edir, amma ruhu bunu qaldırmır. Vicdanla məntiq toqquşur və o beynində şeytanla danışmağa başlayır. Yəni Dostoyevski açıq şəkildə demir, amma göstərir. İnsanı məhv edən xarici qüvvə deyil, daxili parçalanmadır. Bu roman ona görə böyükdür ki, hadisə deyil, insanın içi başroldadır. Oxucu son səhifəyə gələndə qatil axtarmır, insanı anlamağa çalışır. Dostoyevski deyir, insanı qorxulu eləyən silah yox, ruhundakı boşluqdur. Məhz buna görə Karamazov qardaşları romanı təkcə ədəbiyyat deyil, bir psixoloji dərsdir.